Salam, hörmətli izləyicilər. 1947-ci il yanvar ayının 12-sində o vaxtki SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışmış Viktor Abakumov Stalin adına məxfi, qrifli, gizli bir məktub göndərir. Məktuba 2 ədəd də səs yazılmış kaset əlavə olunur. Stalin məktubu diqqətlə oxuduqdan və səsləri dinlədikdən sonra məktubun üzərinə 2 kəlmə söz yazır: həbs edilsin. Bu səs yazıları general Vasili Qordova aid idi. 1946-cı il dekabr ayının 28-də o öz mənzilində cəbhə yoldaşları ilə birlikdə yeni il şənliyini keçirmək üçün toplaşırlar və burada içki məclisi olur və burada Stalin haqqında Vasili Qordovla digər bir general Filip Ribalchenko arasında diyaloq olur və bu diyaloqda Stalin tənqid və təhqir olunur və onun deməli yaratmaz bir rəhbər olduğu bildirilir. O ikisinin arasında, yəni xaricdə işçilərə yaxşı qulaq asırlar, amma SSR-də generallara yaxşı qulaq asmırlar. Stalinə qarşı mübarizə aparmaq lazımdır və digər burada məsələlər müzakirə olunur. Digər səs yazısı ilə isə həmin mənzildə 1946-cı il dekabr ayının 31-də Vasili Qordovla öz həyat yoldaşı arasında olan səs yazısıdır. Burada da Stalin haqqında mənfi fikirlər söylənilir və həyat yoldaşı Vasili Qordova bildirir ki, sən Stalinin qəbuluna düşməlisən, onlarla mübarizə aparmalısan. O isə deyir ki, mən onun qəbuluna niyə getməliyəm? Döyüş vaxtı, müharibə vaxtı o məni özü yanına çağırırdı. Ən ağır döyüşlərə komandan təyin edirdi. Mən isə indi yaddan çıxmışam, o yaramazdır, belədir. Deməli, bu səs yazıları Stalinə göndərilir. Yuxarıda dediyim kimi artıq onlar həbs olunur və 1950-ci il 24 avqustda Lefertovo həbsxanasında deməli Vasili Qordov güllələnir. Bir gün keçməmiş isə həmin onun həmkarı Filip Ribalchenko da güllələnir. Onu da nəzərinizə çatdırım ki, həqiqətən Vasili Qordov çox döyüşkən bir general olub. Berlinə qədər müxtəlif cəbhə xəttlərində komandan kimi iştirak etmişdir. O, hətta 1945-ci ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür. Lakin 1960-cı ildə o tam bəraət alır və onun mükafatlarının, yəni aldığı mükafatların hamısı geri qaytarılır. Viktor Abakumova gəlincə isə onun haqqında da xüsusi bir ayrıca videom olacaq. Onun aqibəti bu generalların aqibətindən də qat-qat pis olur. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm.